Salam, hər vaxtınız xeyir olsun. Laqres podkastı izləyirsiniz. Bugünkü mövzumuz sadəcə motivasiya olmayacaq. Bir qadının həyatını necə dəyişdirdiyindən danışacağıq. Güclü qadın doğulmur, öz seçimləri ilə formalaşır başlığı altında. Bəzi qadınlar gözləyir, bəziləri isə qərar verir və həyatını qurur. Bugünkü qonağımız məhz o qadınlardandır ki, gözləməyib, qərar verib və həyatını qurub. Onunla uğurdan yox, standartlardan, seçimlərdən və real nəticələrdən danışacağıq. Qonağımız Sevda Məmmədova. Sevas Boz, xoş gəlmisiniz. Təşəkkür edirəm Fərdə xanım. Xoş gördüm sizi və ilk öncə komandanıza başda siz olmaqla dəvətiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik. Çox sağ olun, çox sağ olun. Hazırsınızsa suallara keçid eləyək. Keçid eləyək. İlk sualım mənim özümü çox yaxından maraqlandıran bir sualdır. Niyə məhz Sevas Boz? Maraqlı sualdır. Bu sualı bir neçə gün öncə özümə verdim. Çünki yaş ötür, 30-u keçirsən və artıq hansısa daxilində bir səs deyir ki, ciddiləşmək zamanıdır. 7 ildir bu nickname mənim üzərimdədir. 7 ildir. Və necə bu tarixçə başladı? Düşünün ki, bütün markalarım Sevas adındadır. Sevas Official, Sevas Studio və bütün hər bir şey Sevasa bağlıdır. Boz sözü isə bilmirəm, enerjisini sevirəm. Ümumiyyətlə bu sözün altında gizlənən o gücü, enerjini sevdim, birləşdirdim halında Sevas Boz. Əlbəttə ki, dəyişmək istəyərdim. Daha kreativ, daha maraqlı bir nickname düşünsəm, bəlkə bir gün deyərdim. Amma bu nickname, seçdiyiniz nickname həqiqətən sizə çox yaraşır. Əks etdirirmi? Bəli. Mən elə düşünürəm ki, əks etdirir. Onda qalsın. Haçansa özünüzü rahat hiss etməsəz, bəli, dəyişə bilərsiniz, amma düşünürəm ki, sizin kimi bir xanıma yaraşa biləcək ən gözəl ad budur. Bilirsiniz, sosial mediada kolleqalarımdan, influencer və blogerlardan görürəm ki, bir çoxları nickname-ni dəyişərək sadəcə itdilər. Onları tapmaq çox çətin oldu. Çünki publika artıq o ada öyrəşib və özünüz də bəlkə görərsiniz ki, çox tanınmış hər hansı bir influencer və yaxud bloger adını dəyişəndə nickname-ni qəribə bir sorğu azalması gedir. İnsanlar elə bilir ki, marağını itirir. Ona görə biraz bu belə nazik bir məqamdır, düşünələsi bir məqamdır. İnşallah, əgər nə vaxtsa düşünsəz, mən inanıram ki, yenə özünüzə yaraşan və səs gətirən bir nickname seçəcəksiniz. Sevas, həyatınızda sizi bu nöqtəyə gətirən ən kritik dönüş nöqtəsi nə olubdu? Necə düzgün Mən də Sevas deyəcəm podkastın axırına kimi. Siz də Sevas dediniz əslində. Dönüş nöqtəsi bax bilmirəm. Çox məqamlar baş verdi. Dəhşət çox məqamlar baş verdi. Bəlkə də 90-cı illər məni anlayarsınız da, mən anlayarsınız ki, bizim zamanımızda məlumat azlığı bizim müəyyən bir mənəvi acılığa gətirib çıxardırdı. Yəni biz indiki gənclərdən bu 2000-ci illərdən daha ac idik mənəvi. Bizə çətin idi məlumat tapmaq, özümüzü tapmaq, şərait və vəziyyət tapmaq çox çətin idi. Ona görə o ambisiyalar və içimdə daxilimdən bu necə deyim, çıxan enerji məni məcbur eləyirdi ki, ambisiyalarımdan taraza gəlim çatım. Yəni ki, uyğunlaşım bir növ və bu məni sürətləndirirdi. Yaşıtlarımdan daha sürətli davranmağa məcbur edirdi. Və tam deyim ki, dönüş nöqtəsi çox komfortlu, rahat, yəni sevilən bir ailədə böyümüşəm. Yəni mənəvi bir bullying üzərimdə olmayıb ki, tez zamanda nəyisə dəyişməlisən, pula çatmalısan və s. Amma atanın o bir sözü. Sən əks cinslə paralel şəkildə inkişaf etməlisən, qızım. Heç kimdən əksi olmamalısan, boynuvu dik saxlamalısan, çalışmalısan, yeganə valyuta sənin savadın və qazancın olacaq. O söz mantra kimi mənim beynimdə dayanmadan təkrarlanırdı və bəlkə də o məni stimul verirdi ki, dayanmayım və nəyisə əldə edeyim bu həyatda. Amma konkret bir dönüş nöqtəsi, tam səmimi deyim ki, belə bir şey yadıma gəlmir. Yadımdadır ki, daima hərəkətdə idim, başqa heç bir şey. Ataya bağlayıram onda, bu dönüş nöqtəsini ataya bağlayıram. Çünki deyərdim ki, mənim bir neçə il öncə sizin səhifəni tanımaq səbəbim də atam olub. Ciddisiz. Doğrudan. Ay da danışmışdınız mənə bunu. Sizin bir videonu mənə göndərdi ki, bax, deyirəm, bu kimdir ki? Deyir, mən bunu izləyirəm, bu xanımı. Wow. Və bax, deyir bu xanıma, necə sənə bənzəyir. Deyirəm ki, hansı nöqtələrimizi bənzətim? Yox, deyir. Bəlkə indi o papadır da, bəlkə öz beynində hardasa hansısa nöqtələri birləşdirib. Amma indi sizi tanıyandan sonra düşünürəm ki, ola bilər, bənzərliyimiz də var. Ən gözəl kompliment oldu. Çünki çox üzr istəyirəm Fərdə xanım. Mənim kontentim
yaş kateqoriyasına görə yeniyetmə və gənc xanımlar üçün biraz çətin həzm olunur. Bu daha doğrudur. çox biraz yetkin, artıq həyatda müəyyən bir mövqeyi tutmuş xanımlar üçündür. Ona görə mən anlayışlı qarşılayıram ki, məni izləyən kütlə 50 plus da ola bilər. Bu da ola bilər bəli. və əslində bu da mənim məqsədimdir. Çünki bayağı yüngül, rahat həzm olunacaq bir məzmun mənə özümü də əks etdirmir birbaşa. Ona görə çox sağ olun. Məqama görə. O 50 plusların da məncə hamısı izləmir. O düşüncə tərzləri Fərqlidir. olğunlaşmış insanların izləyir və anlayır. Çünki papa həmişə bizə deyir ki, gedin xaricə, qalmayın burada, gedin inkişaf eləyin, bir nöqtədə qalmayın, öz potensialınızın fərqində olun. Mama əksinə daha çox evə oturun, evdə bağlanın. Amma bizim bugün dik duruşumuzun, bəlkə də bilmirəm, hər hansısa bir nöqtəyə gəlib çatmağımızın səbəbkarı mənimki atadır. Sizinki də belə baxıram atadır. Dönüş nöqtənizi ata olaraq Anamdakı mirasım və indiki reallığım, xasiyyətimin ağırlığımı deyim. O rusların qəşəng sözü var, stержень, Azərbaycan binövrə deyim də, binövrə. Yəni anamın o belə ağırlığı, xasiyyətinin belə əzmi o keçib mənə. Ata daha həyata rahat baxan insandır. O rahatlıqda kompleksiz və çox belə flexible olmağıma təsir eləyir birbaşa. Düzdür. Allah hər birini qorusun inşallah. İnşallah. İlk başladığınız zamanlarda, bu periodda sizə ən çox qorxudan nə olub? Qorxunuz nə idi? Və aşa bilmisinizmi onu? Fərdə xanım, deməliyəm, indiki gördüyünüz Sevda bir illərin çox belə yekəxana səslənməsin əməyidir. Açıq deyəcəm. Tələbə illərimdə, məktəb zamanında məni görsəydiniz, deyərdiniz ki, bu başqa bir insandır, bu başqa bir insandır. Niyə? Çünki heç vaxt o Amerikan sayağı bir tərz var. Məktəbin cool qızı. Yadınızda? Böyründə iki xanımla gəzər. Mən heç vaxt onun böyründə gəzən də olmamışam. Heç bir qruplaşmaya daxil ola bilmirdim. Həmişə tərzimlə seçilirdim və Belaya Varona tərcümə eləsəm, ağ qarğa olmuşam. İstəmədən olmuşam. Bunu yəni qəsdən etmirdim ki, özəl hiss eləyim özümü. Sadəcə heç kimə uyğunlaşa bilmirdim. Gənc idim, rock musiqiyə qulaq asırdım, qapqara geyinirdim. Heç kim də məni heç bir qruplaşmaya götürmürdü. Yəni cəhd də göstərirdim. Valla onlar kimi davranmağa da çalışırdım. Gördüm, yox. Elə tək gedirəm özüm üçün və təklikdə bir növ özümə daha komfortlu hiss eləyirəm. O necə dedim, sürü instinkti yoxdur. Ümumiyyətlə yoxdur. İndi də yoxdur. İndi mənə tək, o pinqvin yadınızdadır videoda çıxır gedir. Ay o qədər özümü görürəm o pinqvində. Nə isə üçün gedirdi. Nə isə üçün harasa gedirdi o mənəm. Niyə? Çünki sürünlə bir çevrənən məndə alınmır. Aralanan kimi alınır. Yəqin o vaxt mən kəşf eləyə bilmirdim ki, bu mənim güc tərəfimdir və həmişə necə dedim, kənarda qalıb əziyyət çəkirdim. Fikirləşirdim ki, məndə nəsə çatışmır. Ya ola bilər, ya üslub, gözəllik, maddiyyat, hər şey yazırdım özümə ki, bu məndə yəqin çatışmır ki, insanlar mənə soyuq davranırlar bir növ. Amma indiki Sevda artıq bütün sualların cavabını tapıb. İndi qruplaşa, sosiallaşmaq deməyim, yenə qruplaşa bilmirsiniz. Heç. Yəni barmağımı qətdiyim bu dəqiqə deyim ki, hansız özünüz bilirsiniz ki, sosiumda bu dəqiqə bütün xanımlar çalışıblar, qrup bölünsünlər və belə marketinq cəhətdən ən gözəl düsturdur inkişaf etmək üçün. Heç bir qruplaşmada təəssüf ki, görə bilmirsiniz məni və bu düşünülmüş və mənim öz şuurlu bir seçimimdir. Düzgün deyə səhvdir bilmirəm, amma daxili sesim mənə belə deyir, yəni belə idarə eləyir mənə belə komfortludur. Şeyin düz və ya səhv olmağı əslində insanın özündən asılıdır. Ola bilər ki, sizə görə düz olan bir şey mənə görə səhv olsun. Ola bilər ki, sizə görə düz olan bir şey mənə görə səhv olsun da. Yəni o səhv düz anlayışına mən biraz fərqli baxıram. Bəli, və bir sözünüzə də qüvvət ki, o anlarda, gənc yaşlarımda başa düşdüm ki, yeganə məni güclü edən bir şey olacaq mənim statusum, sosialda öz statusum, qazancım, adım və ona güc verdim. Yəni son 10 il mən sırf adıma işlədim, şəxsi brandimin tanıtımına işlədim və gücümə, daxildə olan bir növrəmi qurmağıma işlədim. Kərpiç işlədim ki, bir də o gənclikdə gördüyüm kompleksli, özündən utanan, özünü qəbul edən Sevdanı bir də görməyim. İndi isə çətin mənə kimsə kompleksə sala bilir. Səmimi deyim. İnşallah daha da irəli gedərsiniz. Daha da hər zaman səsiniz yüksəklərdən gələr və biz də hər zaman bir Azərbaycan olaraq baxıb fəxr eləyərik sizin kimi xanımların olmağına. Bəs sizcə Azərbaycanda
xanımların inkişaf mərhələsində önünə çıxan maneə nədir? İki faktor deyəcəm. Biri mentalitet, biri American Dream. Kim misal üçün biraz Avropa tərzi oxuyubsa, kim biraz gözü daha açıq böyüyübsə, onları ən çox zəhərləyən həyatlarını oldu Amerika tərzi, o arzu. American Dream bilmirəm necə normal tərcümə eləyim. Düşünürəm hamı eyni başa Düşünün ki, düşəcək. baxdıq, folklorumuz, mentalitetimiz ondan formalaşdı ki, hamı baxırdı Amerikan kinolara ki, oy getdi dünyanı fəth elədi. Ay çox böyük bizneslər. Qız düşdü şəhərin mərkəzinə və oranı fəth eləyir, gedir hər şey eləyir. Okeydir, bu çox superdir. Mən də sevirəm elə bir şeyləri. Amma sonra artıq 20 neçə yaşında sən acı reallıqla üzləşəndə və başa düşəndə ki, Amerikanın miqyası və Azərbaycan fərqlidir. Elə bil ki, hamıda bir arzu var. Coğrafiya qəderindir. Bəli. Sən buradan qaçmağı düşünürsən. Yox, mən buradan qaçsam hər şey düzələcək. Avropada yaşamış bir adam kimi deyirəm ki, sən özünlə baqajda geyimvi yox, özünü aparırsan. Özünü daşıyırsan və Avropaya da düşən sevda olacaq. Məmmədova sevda. Ni John, ni tam Nick, sevda olacaq. Sevas. Və sən sevas və ilk öncə sən özünü dəyişməli olacaqsan. Mən misal üçün qərar verdim ki, dəyişə bilməyəcəm. Mən elə Azərbaycanlıyam. Lazım gələndə biraz elə Azərbaycanlıyam deməyəcəm necə Azərbaycanlıyam, qayıtdım. Çünki mən ora düşmüşəmsə, mən Polşada idim, Varşava şəhərində. Mən dönməli idim bir Avropalıya. Mən isə Bakılıyam, mən isə Azərbaycanlıyam. Və o daxilimdən gələn enerji deyirdi ki, yox, sən də alınmayacaq. Özdə çox üzr istəyirəm, hələ balam da məndən idi, hamilə perioduma düşmüşdü. Orada görürdüm ki, uşaq tərbiyəsi və prinsiplər çox fərqlidir. Mən anam kimi davrana bilməyəcəm. Məni aparacaqlar orada. Uşağımı da əlimdən alacaqlar. Mən məcbur qayıtdım. Çünki o sosiumda yəqin ki, mən hələ yetişməmişdim bir yer tapmağa və uşaq böyütməyə o sosiumda. Ona görə qayıtdım. Və indiki gənclər ki, demirəm, bölünürlər. Mentalitet kimə təsir elədi, özünüz bilirsiniz. Məsəl üçün, ailə tərəfdən təzyiq olunarsa bir xanıma, bəy tərəfdən, qardaş, ata tərəfdən təzyiq olunarsa, ana tərəfdən belə. Bu kimi faktorlar onların tez inkişaf eləməyinə çox böyük maneçiliklər törədir. Çünki yüzlərlə konsultasiya keçirtmişəm xanımlarla və əsas sorğu o olur ki, yoldaşıma danışa bilməyəcəm, deyə bilmərəm bunu. Sevda xanım, elə qoşulaq ki, gizli qoşulaq. Deyirəm, axı biz ayıb bir şey danışmayacağıq ki, mən psixoloq deyiləm. Deyir, yox, evdə heç kim olmasın, utanıram. Ya da ki, ödəniş faktorlarında filan feşman menecerima yazırlar ki, mən gərək necəsə fikirləşim, bir ad verim, həkimə gedirəm filan feşman. Yəni, sən gəlib, bizim hələ ki vəziyyət biraz, yəni dəyişmək üzrədir əlbəttə ki, gəlib utana-utana evdə deyə bilmir ki, mən bu pulu şəxsi inkişafıma ayırıram. Ata, qardaş, yoldaş, bacı. Utanır o sözü deməyə. Hər adam cəhd eləyə bilmir. Bildiniz necə? Bu faktorlar da əlbəttə ki, onun qabağını alır. Və yaxud da ki, o infantil arzular dediyim kimi. Böyük şəhərlərin miqyasını götürürsən, ölçürsən öz ölkəndən və fikirləşirsən ki, mən də burada alınmadı, mən harasa qaçmalıyam. Burada da nəsə etmək olar. Biz bir psixoloqla da Xatirə xanımla, Xatirə İbrahimova ilə də eləmişdik podkast. O da demişdi ki, sevindirici bir hal deyim ki, sizə artıq yeni nəsil formalaşan oğlanlar, kişilər də artıq yavaş-yavaş, düzdür, qızlar qədər olmasa da yavaş-yavaş artıq addım atıb nəsə bir inkişaf etməyə çalışırlar. Ona görə sevinirəm ki, Mən bir də şeyə çox. Z generation deyir də bizim uşaqlar artıq inşallah düşünürəm ki, bu problemləri aşacaqlar. Bunlar onlar üçün maneə Fərdə olmayacaq. xanım, yadınızdadır bizdə necə klişe idi psixoloqa getmək, necə ayıb idi. Bəli, mən özüm də getmişəm və elə bilirdim ki, yəni ehtiyac yoxdur. O nəyəcək ki? Hamı elə Onun deyir, bir düzdür. funksiyasının olmadığını düşünürdüm. Yəni, çox Əsasdır ayıb ki, olsun ayıb. mənə. Çox da ayıb Mənə deyirdilər. İnanın ki, bu necə bir fəlsəfə idi ki, kimisə yanında desən ki, sən psixoloqa getsən yaxşı olur, ən böyük təhqir kimi qəbul olunur. Amma o mənim həyatımın, psixoloqa getməyi mənim həyatımın, həmin o psixoloqumu öpürəm burada. O xanımın mənim həyatımın dönüm nöqtəsi oldu. Kontaktlarını Yəni atarsın. tamamilə məni dəyişdi. Kontaktlarını atarsın, soruşaram bu qara geyinmək sevdası nədir məndə, hə? Cavabını tapa bilməmişəm. Axırda psixoloqa müraciət eləyəcəm. Bu gün ağ geyinmişəm, görürsüz. Çox gözəl görünürsüz. Ay, çox sağ olun. Sevas, sizcə motivasiya bir hissdir, yoxsa sistem? Nə bilim, axır vaxtlar daha çox onu bir hava kimi qəbul edirəm. Səmimi deyəcəm, çünki çox insanlar motivasiyaya söykəndi və yandılar. Çünki motivasiya nə oldu? Bir saniyəlik səni ucaltdı, hərəkətə gətirdi, sonra bəs. Heç bir şey. Mənim ətrafımda çox az insan var ki, motivasiyanı ən azı 3 gün davam edə bilirlər.
3 gün. 3 gün gedəcəksən idmana, 3 gün kitab oxumağa başlayacaqsan, 3 gündən sonra heç bir şey. Ona görə motivasiya söhbətlərində mən biraz uzaqlaşmışam o mövzudan. Çünki özünüz bildiyiniz kimi şəxsi inkişaf üzrə mentoram. Mən o mövzuya söykənib daha üzr istəyirəm. Konsultasiyalarda çox vaxt xanımlara deyirəm ki, məndən gözləməyin o sözləri. Çox xahiş edirəm, səndə alınacaq. Mən sənin arxandayam, sən supersan. Gözləmə onu məndən. Daha çox belə biraz şiddət gözlə, mənəvi şiddət gözlə məndən ki, mən sənə biraz təsir eləyə bilim, uzun müddətli davam eləsin. Motivasiya çox tez olur və mən ona özüm söykənmirəm. Davamlılığa daha çox güvənirəm. Zəif, mənasız, kimisə gözündə gülünc görsənən, amma davamlılığa daha çox güvənirəm və bu ən mənim üçün ağır lüksdür. Davamlılıq. Bu dində də belədir. Doğrudan. Bəli, rəhmətli Hacı Şahinin bir sözü var. Bu motivasiya ilə bağlı ümumiyyətcə. Dedi bir sual verəcəm. Sonra, Sonra, hə, bir kəm. Sonra, hə. Sonrası gəlmir axı. Çox vaxt gəlmir. Və ən belə populyar кейsdir ki, sonrasını soruşanda heç bir şey gəlmir. 3 gün davam eləyir. Və heç kəs izah eləyə bilmir. Onda motivasiyaya biz söykənməməliyik. Yəni sırf öz təcrübəmdən deyə bilərəm, heç kimin adına danışmıram. Məndə işləmir motivasiya. Çünki mən bir anayam. 90% zaman mən yuxusuzam, kortizolum yüksəkdir, yorğunam və çoxlu məsələlər həll etmiş oluram. Çünki məndə bir case deyil, Seva studio var, konsultasiyalar var, paralel olaraq influenceram və s. Anayam ilk öncə, full time anayam. Ona görə nə motivasiya? Hardan tapım mən onu? Hardan? Məndə yoxdur axı. Heç pulla da ala bilmərəm. Ona görə başqa alətlər axtarmalı oldum. Tapdığım üçün də çox xoşbəxtəm əslində. Maşallah olsun sizə. O zaman bu sualdan sonra belə başa düşürəm ki, uğurlu olmaq üçün intizam, disiplin, davamlılıq çox önəmlidir. Bəs biz onu necə yaradaq? Hardan alaq? Gəlin mən uğur söhbətində öz adımdan danışmayım, biraz yalandan video yaradım, təvəzzükarlıq edim. Amma mən misal üçün Ronaldo. Yeganə kişi əks cinsdən mən tərəfdən bir kumir kimi gördüyüm insandır. Niyə? Əzmkarlıq. Çünki bu insan bütün intervyularda cavab verir ki, mən bacarıqlı deyiləm, mənim özəlliyim yoxdur ümumiyyətlə. Sadəcə biri 20 dəfə misal üçün qol vurmağa çalışırsaq, xanım dilində danışım, kişi dilində izah eləyə bilməyəcəm. Mən də onu 100 dəfə, 200 dəfə eləyirəm. Sadəcə cəhdlərimin çoxluğuna götürürəm. Və mən bunu özüm üçün bir kredo kimi götürdüm, bir düstur kimi götürdüm ki, doğrudan da uğur, bacarıq söhbəti yox, cəhdlərimin sayı. Konsultasiyalarda da misal üçün ən tez-tez gətirdiyim misal xanımların biləcəyi ki, misal üçün sən qaçırsan kimdənsə, bloka girirsən və neçə mərtəbə qapılar var. 3 dənəsini açmağa çalışsan, ehtimal böyükdür ki, 3-ü də bağlı olacaq. Amma yuxarıya qədər şans var. Qalxırsan, kimsə unudub qapını bağlamağa, sən girib qoruna biləcəksən. Qapı sayı, cəhd sayı, şans sayı həmişə oyunu dəyişir. Məndə belə işləyib. Misal üçün xanımlar olur ki, işə düzəlmə prosesində müraciət edirlər peşə seçimindən bağlı. Deyir ki, Seva xanım 6 dənə CV, 10 dənə CV göndərdim, məni qəbul eləmədilər. Mənə gülməyi tutur. İndi biz o vaxtkilər deyərəm ki, 100 dəfə, 150 dəfə, neçə dəfə CV göndərməliydin ki, bir dənə şansı qopardasan. Bəli, bəli. Mən də Niyə də yox? Yəni 6-7 təyin eləmir də. Sən çox qapı açmalısan, çox cəhd göstərməlisən. Ya da ki, çox döyməlisən ki, axırda bezib sən üzvə o qapını açsınlar. Mən iş sahəsində oturub ağlayıb mən artıq bu işi bacarmıram dediyim günlər olub. Yaşandı. Və səhər durmuşam ki, yox ya. Bu deyil. Yəni bir tərəfdən, bacardığın tərəfdən başla. Nə qədər bacarsan o qədər elə, amma elə. Ona görə cəhdlərimizin sayı, belə deyərdim bu sualın cavabı olaraq. Təşəkkür edirəm. Özünüzü heç tükənmiş, bitkin, yorğun hiss etdiyiniz an olubmu? Təbii ki, olub. Hər gün. Və hər gün Səhərlər. Bu anlarda nə etmisiniz? Lazım olanı. Necə çıxırsınız bu haldan? Durmuşam, görürəm ki, heç nəfəs almağa gücüm yoxdur. Başa düşürəm ki, bugün estetik avokado tostu olmayacaq, amma 2 dənə bişmiş yumurta yanında xiyar bir dənəcikləri olacaq. Bu sadəcə mənim düsturuma ən yaraşan olacaq. Amma əvvəlki bir 10 il qabaq Seva deyərdi ki, əşi, konfet çay, tort çay, dünənki tort da qalıb misal üçün. Əşi, ac gəzim, eybi yox, bir kofe içim, amma indi başa düşürsən ki, yox, yəni gözləmə, o yüksəlişi gözləmə, lazım olanı etmək. Durursan, lazım olanı edirsən və o məqamda emosiyaları, lazım olmayan hissləri söndürürsən bir müddətlik. Belə romantik səslənir, rahat səslənir, söndürürsən hissləri.
Asan gəlmədi. İllərlə işlənən bir sistem əsnasında gəldi. Amma bu dəqiqə bu işləyir. Yalandan deməyim ki, ay dururam, rutin edirəm, üzümü yuyuram, heç bir şey. Yəni maksimum ana nə edə bilər? Üzünü yuyub, dişini təmizləyib qaçmaq. İşlək sistem yalnız budur ki, heç bir şey düşünmədən sadəcə durub edirəm. Vəsə qurtardı getdi. Başqa heç bir Nə şey tövsiyə düşünmürəm. eləyirsiniz bəs? Xanımlar o hala düşəndə nə etsin? O halı düşünməsinlər, o halın dibinə getməsinlər və o halı romantikləşdirməsinlər ki, ay mən tükənmişəm, yazıqları gəlməsinlər. Çünki yazıqlıq hissi bizə nə verəcək ki? İndi əlbəttə ki, məni dinləyən psixoloqlar, coachlar deyəcək ki, o nə deməkdir? Xanım hisslərini tanımalıdır, qəbul elə, canın sağ olsun. Amma 10 dənə həyatın varsa, pişik kimi 8 dənə həyatın varsa, buyur. Mənim bir həyatım var, yəni reallığım bir dənədir hələ ki, öhdəçiliklərim var. Məsuliyyətim böyükdür və təəssüf edirəm və yaxud xoşbəxtlikdən deyə bilərəm ki, mənim hələ ki o lüksum yoxdur. O hallara danım və düşünüm ki, yox, bu gün o gün deyil. Bu günü ingilislər demişkən skip edirik, növbəti günə keçid eləyirik. Yox, bu gün var, bu gün şansdır. Nə qopartdım, nə etdim. Başqa heç bir şey. Mənim özümün bir qrafikimdə, belə deyim də, beynimdəki qrafik var ki, düşünürəm ki, heç bir hal, heç bir his qalıcı deyil. Və onu düşünüb davam edirəm. Adicə Ola necə bilər xoşbəxtlik nəyəsə görə axtaran yuxusuz qalmış ola bilərəm və yaxud da nəyəsə görə bitkin oyanmış ola bilərəm və həmin an düşünürəm ki, bu indi 1 saata, 2 saata, 3 saata və günün ortalarına doğru Allah Taala mənim üçün elə bir şey göndərə bilər ki, yəni bu tamamilə unudular. Bəli. Bu keçici bir Niyə hal. yandıraq ki bu Həmçinin də şansı? xoşbəxtlik. Bəli, niyə bu şansı yandıraq ki? Bəli. Bir gün də həyatımızın bir günüdür. Bəlkə tarix yaza bilərik həmin gün. Mən kənardan sizi həm güclü, həm də yumşaq bir qadın kimi görürəm. Balansı necə qoruyursunuz? İndi mən də sual verim. Yumşaqlığı nədə görmüşsüz? Görünüş, Görünüş, danışıq, elə? rəftar, yanaşma. Çalışmışam onu göstərməyim. Çünki sosial media həmişə xanımlara demişəm ki, sosial mediada sən özün deyilsən, bu sənin işindir. İşin kimi yanaşırsansa, bu başqa məsələ. Lifestyle, səmimiyyət filan feşmə. Səmimiyəm, okey. Xanımlarım da bilir ki, səmimiyəm, amma həmən o Sevanı, iminə Sevanı da, Sevoçkanı, Sevuliçkanı orada görmək çətin olar. Çünki bu mənim iş dünyamdır, bu mənim şəxsi brandimin bir parçasıdır və iş dünyasında mən tam başqa bir davranış artıq əldə eləmişəm. Bu professional həyatımın bir hissəsidir. Balans, nə bilim, mən buğayam, mən ailə adamıyam. Balans da nədir? Mən çox çöldə, bayırda, hansı eventlarda çox olan birisi deyiləm. Hər fürsətdə, hər fürsətdə ailəmə qaçaram. Onları seçirəm. Yəni onlarla zaman keçirtməyi seçəcəm həmişə. Və çox vaxt buna görə də bir-iki belə atmacalar, sözlər də almışam ki, nə olub, nə məsələdə elə qaçırsan evə, bir çıx, bir gəz, bir əylən, başa düşmürlər ki, mənə orada yaxşıdır. Yəni ora mənim güc yerimdir, ora mənim vətənimdir, balaca kiçik bir vətənimdir. Orada hər şey mənim üçün yaxşıdır. Və sosiumda bu dəqiqə bu qorxulu məsələlər, fərqli neqativ faktorları yaşamaqdansa mən ailəmə qaçacağam, o hüzuruma qaçacağam və orada strukturu qurmağa çalışacağam. Mən orada lazımam. Başa düşürsüz necə? Bəli, əlbəttə ki, insan harda xoşbəxtdir, harda 100%, huzurludur. 100%. İnanın ki, Orada hər olmalı. ortamda mən ən sevilən olum, ortalıqdan çıxmayan birisi olum, kampaniyaların sevimlisi olum, amma evimdə qarışıqlıq, hüzurun itməsi, başlı başına qalması, niyə onu seçim ki? Mənim öhdəçiliklərim var, yenə də deyirəm. Daxili o ev huzurlu, sakit, sizi necə deyim, rahat hiss etdirməyən də onsuz da siz bayırda nə qədər xoşbəxt bir rol çəksəniz də o olmur. Olmur və doğrudan da mən həsəd aparıram kənardan görəndə ki, xanımlar məsəl üçün bütün günü səyahət, gəzmək, tozmaq falan filan. Həmişə içimdə bir dənə sual daşıyıram ki, bu uşaqların görəsən dərsləri, bağçaya gedib gəlib xəstələnmələri, yoldaşınla münasibət o qədər ağır və struktural bir şeydir ki, mənim həyatımda ən önəmli layihəm yoldaşımla münasibətimdir. Onun üzərində nə qədər ki işləyirəm və işləyirik, yəni qarşılıqlıdır. Bu doğrudan da zaman tələb eləyən bir şeydir. Düşün ki, sən 3 gün yoxsan, 4 gün yoxsan, adicə qayıdıb yenidən o strukturu qurmalı olacaqsan. Çünki necə sizə deyim, simbioz əmələ gəlir də. O insan səni gözləyir, sən onu gözləyirsən və hər şey səndən gözləyir birbaşa. Bu mövzu biraz kritik mövzudur. Yəqin həm irada da səbəb ola bilər, həm çox xanım artıq bunu sevmir bu haqqda danışmağa. Mən papam demiş ki, köhnə kişilərdənəm. Mən normal qəbul edirəm elə şeyləri ki, həyat yoldaşı olmalıdır bəyinin yanında, onu da bir növ dəstək olmalıdır onun yanında. Necəsə resurs
arzusu olmalıdır, enerjisi olmalıdır və mən bu yolu seçmişəm özüm. Düzdür. Çölvarı yox, ailəmdən çox. Tamamilə mən də sizin fikirlərinizlə Bəlkə də budur, razıyam. yəni balansın səbəbi. Yalandan da deməyim ki, ideal bir balans var, amma tam qane edəcək və sağlam münasibət adını daşıyacaq, keyfiyyətli formalaşmış bir cəmiyyət, bir necə sizə deyim, Cəmiyyətə yararlı deyək də. Yararlı olsun belə bir vibe, belə bir dalğa yaratmışam evimin içində. Maşallah olsun. Kənar isə o qədər də yəni təsir edəcək gücdə deyiləm. Nə eləyirəmsə sosial gücümlə eləyirəm, şəxsi brendimin gücünə eləyirəm, başqa heç bir şey. Hər zaman bu profilinizi qoruyun məncə. Baş üstə. Bayaq dediniz ki, iş həyatımda daha sərt, o yumşaq tərəfimi göstərmirəm. Bəs o qadın enerjisi ilə işi, biznesi idarə etmək mümkündürmü, yoxsa sərt olmaq lazımdır? Oy, bu dəqiqə mənim əməkdaşlarım da baxacaq bu videoya. Və çox rahat özləri bu dəqiqə deyə bilərlər ki, yox, o deyiləm. Yəni sərt falan. Mənə qarşı o qədər qarışıq olublar. O qədər şirkətlərdə çalışdım. O qədər fərqli insanlar gördüm. O qədər necəsə deyim, mənasız hərəkətlər özümə qarşı gördüm ki, hər səfər hər işdən ayrılanda dedim ki, mən bax belə olmayacağam. Mən belə bir şey eləmərəm heç vaxt. Düşünün ki, gənc idim və biraz deyəsən necəsə xanımları qıcıq eləyirdim. Başa düşə bilmirdim nə ilə. Bir xanım dözməyib sağ olsun. Rus xanımı idi. Mənim də Rus qanım var. Bilirəm ki, onlar açıq deyəndilər. Dözmədi, gəldi şirkətdə Safron qrupda vaxt çalışırdım. Rahat danışıram heç vecbət. Narahat olmayın. Xanım inanın ki, üzümə gəlib yaxınlaşdı ki, mən səndən qıcıq oluram. Sən niyə beləsən? Nə olub? Nə xəbərdir? Niyə bu qədər bəzənirsən? Niyə bu qədər belə nə bilim, bax beləsən də? Bunun səbəbi nədir? Mən o deyirəm, qədər niyə of beləyəm cavablar ki? alıram ki, halbuki heç o insanları görmürəm də. Deyirəm necəyəm belə? Deyir, nə bilim, qıcıq oluram səndən. Bilirsiniz də xanımlar xanımlara niyə hələ deyirlər də? Çünki məndə gördüyünü özündə istəyir, alındıra bilmir. İndi artıq başa düşürəm. Qısqanclıq açıq deyirəm, qısqanclıqdır və o qısqanclıq bir əbədi mənlə getdi. Səbəbini də tapa bilmirdim. Çünki inşallah tanış olaraq daha yaxından tanıyarsınız məni. Heç vaxt çalışmıram hansısa xanımla rəqabətə girim. Əsla. Yox. Yəni ki, Yerimi tutmaq çalışıram. Səmimi deyim, istəyirdim yerimi tutum, onun yerini öz yerimi tutum, çalışım, başıma aşağı salım, qazanım. Amma nədənsə səbəb olurdum ki, qıcıq edim xanımları, bilmirəm niyə. Daha birinin yanına köməkçi qoymuşdular o vaxt məni, interyer dizayner kimi başlamışdım. Xanım məndən yaşı artıq idi, 30 neçə yaşı var idi. Mən isə gənc idim, 20-21. Mən gəldim, dedim, yanımda oturmalıyam. Mən öyrənəcəm səndən. Nə sual verirəm, nə bir şey. Sadəcə oturmuşam. Çay gətirirdim, şirniyyat gətirirdim ona ki, daha da belə xoş olum ona. Heç vaxt elə şeylərlə eqom yox idi. Ay, nəm özündən razı olun falan filan. Xanım mənə demədi, getdi müdirə dedi ki, bəs ona deyəndə başımın üstündə oturmasın, mən elə işləyə bilmirəm. Yəni heç başa düşmədim. Çünki heç maneçilik törətmirdim sadəcə o xanıma. baxmaqla. Sadəcə fikirləşdi ki, yəqin gəncdir. Nəsə yaman tez öyrənir, gəlib yerimi tutar. İnsandır, başa düşürəm. Amma necəsə deyim, gənc yaşında çox toxunur belə şeylər sənə. O qədər toxunur ki, indi toxunmur. Başa düşürəm ki, mənim 32 mən indi olacaq. tam başa düşmürəm. Yalan deyim ki, başa düşürəm. Nə bilim, təəssüf ki. Mən o şeyə belə baxıram da, yəni. Amma var axı. Var. Yəni üzünə gəlib adamın deyirlər. Siz deyiblər. Dedi, sağ olsun ki, deyirlər, dedi. konkret Sağ olsun ki, dedi. Niyə? Çünki indi mən o xanıma təşəkkür eləyirəm. Niyə təşəkkür eləyirəm? Mən başa düşdüm ki, necə bir disonans yaratmışdım şirkətdə. O mənə görə obrazını itirirdi. O misal üçün bir obraz yaratmışdı, biraz daha tüfeylli, daha flexible, daha rahat. Mən isə daha əzmkar, daha ambisiyalı. Onda sən özündən daha yaxşı nəticə göstərənə gərək uyğunlaşasan. Ondan artığını eləyəsən. Səsə artığını eləmək istəmirsən. Və nə qalır? Obrisinin uğurunu kiçiltmək. İndi də eyni şeylər baş verir. Sənə pis rəy yazanlar, sənin əməyi dəyərini azaldan insanlar çox arzuluyurlar ki, sən qədər olsunlar. Düzdür. Ona görə neqativ rəyləri mənim cavabım həmişə odur ki, ay bacı, sən arzuluyursan bunu eləyəsən. Sadəcə əlin çatmır. Eləmə. Nə özünü bu dəqiqə gününü korla, nə mənim günümü korla. Keç, yəni baxma, keç, yəni söktardı getdi. Amma var, yəni var. Təəssüflər olsun ki, var. Bu da təəssüf ki, formalaşdırır sənin daxilində müəyyən bir xasiyyəti, biraz o ağırlığı, amma komandamla, əməkdaşlarımla heç istəmərəm elə davranım. Biz belə qəşəng dost kimi. Kommunikasiyamız azdır. 3 dən sözdən, 4 sözdən ibarət ola bilər. Amma o istiliyi hiss eləyirəm ki, mənə nifrət edilmir.
Və ayrıldığımız Hə, insanlar da, misal üçün mənim agentliyim balaca agentlikdir. Mən kiçik sahibkaram. Mən holdinq sahibi hələ ki deyiləm. Və mənim əməkdaşım görəndə ki, misal üçün yaxşı çalışır və çox yüksək ambisiyalıdır. Öz ağzımla həmişə demişəm ki, bacı get. Get, xahiş edirəm, get başqa işə düzəl. Niyə? Siz mənə öyrətdiniz, siz mənə yol göstərdiniz. Deyirəm, yox, çox xahiş edirəm, get yuxarıya. Çünki mən hələ kiçiyəm, mən hələ böyüyəcəm, amma sən mənim üçün çoxsan. Get böyük şirkətdə çalış, tez artır işini, böyük biliklərimi ürək artır. Amma mən onsuz da tapacağam işçi, onsuz da səni əvəz eləyəcəm və yaxud özüm bir müddət idarə edəcəm, amma sən get. Mənə hələ davransaydılar çox tez yaxşı nəticələr ala bilərdim, amma indi yaşım üçün şikayət eləməyim. Yaxşı idi hər şey. Yaxşı idi hər şey. Maşallah olsun. Daha o yüksəklərdən, Sizin üçün də holdinqlərdə görək sizi Hə, görək, inşallah. görək. Sizi də məni də. Təşəkkür edirəm. Çox sağ ol. Bayaqki mövzuya qayıdıram. O deyirsiniz, daha çox ailəyə qaçıram, daha çox ailəyə bağlıyam. Heç siz özünüz işinizlə ailəniz arasında bir seçim etmək məcburiyyətində qalmısınızmı? Və qadınlara nə tövsiyə edirsiniz? Nə etməlidirlər? Ailəmi bir ön planda olmalıdır yoxsa iş? Yox, məsləhət verməyəcəm. Çünki olmaz bu кейsdə məsləhət vermək. Hər bir xanımın ailə konstitusiyası fərqlidir və hər bir keys individualdır. Bunu sırf xanımlarla işləyərək deyirəm. Yəni inanın, nə qədər say xanımla mən individual da danışmışam və seminarlarımda yüzlərlə xanımın üzünə baxmışam və bilmişəm ki, zalda neçə faiz boşanmış xanımlar, ailəsi yarımçıq vəziyyətdə olan xanımlar da var. Normal vəziyyətdə də hələ ki olan xanımlarımız da var. Və inanın ki, bu dəqiqə bir düstur cızıb demək ki, belə lazımdır, çox pafoslu səslənər. Mənim ailəmdə belədir. Niyə? Çünki həyat yoldaşım bu beyində insandır, mən bu beyində insanam. Bizim ailəmizdə olan prinsiplər yanımda olan bir ailəyə misal üçün xas olmaya da bilər. Məndə necə baş verdi? Biz yoldaşımla işdə tanış olmuşuq və o orada gördü ki, mən dəlicəsinə işləyirəm, 2 işdə işləyirəm, işdən çıxıb elə yenə də işləyirəm. Gördü ki, bu tip insanam və həmişə necəsə deyim, belə gördü məni, belə tanıdı. Ailə qurandan sonra yeganə bir dənə kriteriyası var ki, Instagram olmasın. Sevmirdi Instagramı. İndi də inanın ki, vəziyyət olsa Instagramı bağlatdırar. Sevmir bu platformanı. Deyir ki, sən daha artıqsan. Sən sosial mediada olmaq üçün yox, daha artıq üçünsən. Başa düşə bilmirəm nəyi nəzərdə tutur. Amma həmişə deyib Yəqin ki, nəsə görüb də. Mən bloger dostlarıma böyük hörmət hissi yaşayıram onlara. Biz kolleqayıq, biz bir masada oturmuşuq illərlə. Amma mənim yoldaşımın sırf fəlsəfəsi odur ki, səndir bloger üçün çoxsan. Niyə? Çünki blogerlıq peşədir. Sənin peşən blogerlıq deyil, sənin artıq peşən var, işin var, gücün var. Mən deyir, istəmirəm sən o səmtə gedəsən, çünki olayları itirəcəksən, əlində əldə etdiklərini itirmiş olacaqsan. Fokuslansan öz sahəndə daha böyük uğurlar qazanacaqsan. Nəinki biraz bloger, biraz ondan, biraz bundan. O səbəbdən mən bloger adını daşıya bilmirəm və istəmərəm də daşıyım. Niyə? Çünki onların, bloger dostlarımın, necəsə deyim, necə izah eləyim düz çıxsın. Onların işini kiçiltmiş olaram. Onların əməyini kiçiltmiş olaram. Bu peşədir. Artıq müasir dövrdə bəzi insanlar bunu professionalcasına peşə kimi davranırlar. Mən o peşə üçün deyiləm. Mənim öz işim, gücüm var. Ona görə yəni bu balansı qoruyub saxlamağa çalışıram ki, problem yaratmayım. Çünki necəsə deyim, necə düzgün deyim ki, bu çox belə individual bir şeydir. Xanımlarım istəmirəm hər hansı bir kiminsə belə mikrofon əlində olan insan sözündən əzilsinlər. Hər şey çox individualdır. Əgər sənin ailəndə bu dəqiqə nəsə fərqlidirsə, it's okay. Hər şey yaxşıdır. Sadəcə öz ailəsinə olan düsturu tapmalıdır. İmkan yoxdursa az eləsin. Qoymurlarsa gizli eləsin, eybi yox. Yolunu tapsın. Zaten ən standart valyutası o olacaq ki, öz qazancı və bir xətəbə peşəsi. Ən stabil valyuta bu olacaq. Demirəm getsin karyeraya, ailəsini dağıtsın, uşaqlarından vaz keçsin. Stabil valyuta, dırnaq ustası, kibri ustası, tort bişirsin, kulinar olsun, peşə öyrənsin, süni zəkanı öyrənsin. Fərq etməz. Az-maz öz pulu. Əsas o turbulentliyə, həyatın dəyişiminə, qəfil baş verən aspektlara onu uçuruma aparmasın, çox qorxmasın bu kimi şeylərdən. Bu daxili huzuru verəcək, bir növrəni verəcək və rahat həyata, necəsə deyim, bir qarant olacaq.
Və bu zaman həm ailədə, həm də işdə balansı qoruya biləcək. Balans yenə də deyirəm, hər xanımın adına çox danış. Məsəl üçün ailə var ki, xanım qaynanasıyla yaşayır, böyük ailələrdə Bəli, yaşayır, böyük ailə ilə yaşayır. O xanıma necə sən diktə eləyəsən ki, balansı qoru, belə ol, elə ol. O orada necəsə düstur Və ya çizməlidir. işlə getməsə bir Psixoloqlar, coachlar, peşəkarlar, lap mənlə konsultasiya dibdən bu кейsi müzakirə edəndən sonra, təhlil edəndən sonra bir şey demək olar. Amma isti-isti demək ki, sən bunu elə yaxşı olacaq. Yox, da o qədər də yox. Sadəcə unutmasınlar özlərini. Biraz. Хотя бы biraz. Bəli. Çit. mütləq. Biraz da işdən sual verim o zaman sizə. SMM və brendinq sahəsində ən çox edilən səhvlər hansılardır? Belə. Qəşəng sualdır, çox ləzzətli sualdır. Gəlin sırf peşəkar tərəfdən deyim ki, SMM-la artıq marketinq strategiyası və s. mövzular və ümumiyyətlə brendinq çox yeni bir üslub, yeni bir tərz gətiriblər bazara. İzah edəcəm necə. Brendinq dəyişildi, oldu şəxsi brend. Bu dəqiqə brendinq inanın ki, biz studiyada bir şirkət üçün brendinq yaradaq, hər şey ideal olsun. Və misal üçün mənim qarşımda bir dizayn elementi var. Çox qəşəng brendinqi də var, loqo da səliqəli görsənir, amma bunun arxasında bax bir belə əmək yoxdursa, şəxsi brendin inkişafı yoxdursa, bir ad, bir sima, bir necə sizə deyim, bax belə bir necə sizə deyim, instrument, alət yoxdursa, getmir. Mənim misal üçün böyük qismi müştərilərim ideal brendinqləri var, ideal işlək alətləri var, targetə də pul xərcləyirlər və s. Amma şəxsi brend yoxdur deyə çox axsayırlar. Gəlin sizə 2-3 dənə misal gətirim. Mən ad deyim, siz misal üçün tapacaqsınız. Mimi brendi aksesuarlar Bəli. kimindir? Şəfəq xanım, düz deyilmi blogerimiz? Bəli. Onunla, yəni bax belədir, yan-yana. Şafasda da deyəsən bu dəqiqə geyim markası adı tam olaraq. Bəli. Şafas. Tanırım. Şəfa xanımındır. Mənim markalarım Sevas, hamısı mənə aiddir. Şəxsi brend artıq işlək alətə və yeni valyutaya çevrilib. Yəni ki, bir növ sənin şəxsi markan varsa, sabah sən gül də sata biləcəksən, corab da sata biləcəksən, xidmət də sata biləcəksən. Və insanlar ona almaq istəyəcəklər. Çünki sən bir vibe yaradırsan, bir üslub yaradırsan, insanlar o üslubu azca səndən götürmək üçün səndən bir məhsul almaq istəyirlər. Bildiniz necə? Bəli, başa Necə ki, düşdüm. misal üçün dünya markaları deyirlər ki, biz məhsul xidmət satmırıq, biz hisslər satırıq. Necə ki, McDonald's deyir ki, mən şənlik hissi, ailə hissi satıram, belə də toplanma, bu pozitiv hissləri satıram. Halbuki özümüz bilirik də nə satır, düz deyilmi? Qidadır. Əlbəttə. Qidadır, amma hamımız uşaqlıqda nə deyirdik? McDonald's ailə ilə gedirsən filan feşman, o bir necə sizə deyim, mainstreamın bir mentalitetin hissəsinə çevrilib artıq. Ona görə şəxsi brend söhbətində SMM mövzusunda başı bir şey demək istəyirəm ki, SMM mövzusu çox qaçıb, çox səhv formalaşıb bizim cəmiyyətdə. İnsanlar fikirləşir ki, SMM nədir? Bir postu götürübsən, targetə qoyursan, qurtardı getdi, bununla da bitir. Və hər ikinci insan özünə SMM mütəxəssisi deyir. Bu kifayət qədər qəliz bir sahədir və bilikli insanlar tam başqa bir alətlərdən də istifadə edirlər. İkinci ən əsas alət marketinq strategiyasıdır. Marketinq strategiyasının daxilində də onsuz da SMM. Marketinq strategiyamız səhv olsa və orada düstur düzgün cızılmasa, heç bir SMM mütəxəssisi təəssüf ki, bizə köməklik edə bilməyəcək. Yəni, şirkətin daxilində bu dəqiqə 2 əsas sütun var. Şəxsi markan və marketinq strategiyavın çox düzgün cızılması. Sonra əlbəttə ki, SMM. Yəni ki, SMM 3-cü pozisiyada gəlir. Bu qədər. Çox yanlış anlayırlar. Ola bilər, Çox amma yanlış da çatdırırlar cəmaət. Büdcəyə görədir, Fərdi xan, büdcəyə görədir. Yəni burada yenə də hər şey individuallığa gəlib çıxır. Çünki bu sözlərimi kolleqalarım da yoza bilər ki, o nə deməkdir? Mən məsəl üçün SMM mütəxəssisiyəm, mən satışları da qaldıra bilərəm, brendi də tanıda bilərəm. Edə bilər. Amma əgər iyerarxiya düzülürsə və düstur düzülürsə, yuxarıdan başlamaq lazımdır. Yuxarıda isə marketinq strategiyası və şəxsi brend dayanıb. Sonra artıq SMM. Və SMM bir əlavə alət kimi gedir bizim dünyamızda, digitalda. Təşəkkür edirik. Buyurun. Maarifləndirici məlumat üçün. Biz bilirik ki, siz təkcə şəxsi inkişaf mentoru deyilsiniz. Həm də xanımlarımıza yeni bir peşəyə yiyələnmək üçün təlimlər verirsiniz. Xanımlarımıza satış artırmaq, ilk müştəriyə yiyələnmək və yaxud da inkişaf yolunda pillə-pillə yuxarıya getmək üçün necə məsləhətlər verərdiniz? Nəyi etsinlər ilk?
Mayda qismət olsa böyük bir İnşallah. seminarım olacaq və bu ən aktual mövzu olacaq. Əgər sən bazarla uyğunlaşırsansa, daima tezislərvi və metodologiyavi düşüncələrvi düzənləməlisən, yeniləməlisən. Mən də yeniləməli oldum. Baxın, bu dəqiqə qrafik dizayn kursum bağlıdır. Səbəb isə səmimiyyətim. Çünki mən bu dəqiqə heç bir xanıma köhnə üsulla sadəcə Figma-nı, Adobe paketi öyrədən deyiləm. İndi bunun dizaynından başa çıxanlar başa düşəcək. Mən bilmirəm, Niyə? bəli. Çünki bu kiçik bir bazadır. Mən necə insana bu peşəni öyrədim ki, o bu dəqiqə süni zəkanla dostlaşmasa, bir dizayner kimi çox az qazanacaq. Mənim dürüstlüyüm, mənim insanlığım icazə vermir. Və məsəl üçün Directdə o qədər mesaj var ki, Selxam, niyə qrafik dizayn kursu dayandı? Çünki tələbələrim doğrudan da yaxşı olur ki, məsəl üçün ilk ay biri 1000 manat pul qazanırdı, biri məsəl üçün böyük layihələr götürürdü. Kim 800 manat bir sadəcə layihədən götürmüşdü, balaca bir kiçik sifarişdən falan filan. Hansısa xanımın bu aylıq maaşıdır. Mənim isə Bəli, tələbəm bunu bir layihədən 2-3 günə götürmüşdü və xanımlar çox ilhamlanmışdılar ki, mən də belə istəyirəm. Birincisi sualımın səmimi yenə də cavabı var. Səndə olmaya da bilər. Bu necə deyim, hamı çox qazanmır axı, düz deyilmi? Düzdür. Sən o təlimi ala bilərsən, nəticədə 500, 600, 700 azayın qazana bilərsən. Amma bir xanım keçib 5000, 6000-lik layihəyə götürə biləcək. Hər kəsin nəticəsi eyni olmayacaq və mən də heç vaxt xanımlara qarant vermirəm ki, sən də qoşulacaqsa, səndə də belə olacaq. Motivasiya kimi bəli, uğurlu кейsləri göstərirəm. Yəni nəsə belə düzgün eləsən belə alınacaq səndə. Amma qarantiya vermək ağır bir şeydir və bu dəqiqə dediyim o olardı ki, hər bir xanım sahəsindən Fərq olmadan. bəli, aslı olmadan, Bəli, çox üzr istəyirəm. Buyurun. Sahəsindən aslı olmadan süni zəkanla dostlaşmalıdır. 100%. Necə oldu ki, tip də süni zəkanla artıq necəsə inteqrasiya oldu, birlikdə çalışır, robot texnikası və s. Marketinq sahəsi artıq süni zəkanla birbaşa dostdular, hamı ChatGPT-də oturub və s. kimi Düzdür, tamamilə alətlərdən istifadə edir. doğrudur. Yəni, bu belədirsə, mən bu dəqiqə hər evdə oturan xanıma səslənib, hər bu dəqiqə özünü axtaran xanıma səslənib deyirəm ki, yeni alətlərlə dostlaşsın, dünyanın tələbləri ilə dostlaşsın. Ya da ki, sənət, okey, klassika həmişə sənətdir. Həmişə klassik bir üsulumuz qalacaq. Dərzilik, gözəllik sahəsi, xidmət sektoru və s. Bu klassikadır. Amma da ambisiyası yüksəkdirsə, enerjisi içindən bax belə daxilindən vurub çıxırsa, dostlaşsın yeni sahələrlə. IT olsun, süni zəka vasitələri olsun, kiber mühafizə olsun, bilmirəm, marketinq və yaxud satış strategiyaları olsun. Satış dünyası vəşi xanım üçün gözəl sahədir. Səmimi deyəcəm. Bəli. Niyə? Çünki satış dünyası, marketinq dünyası səni kiçiltmir. Sənin müştərin hər bir insan ola bilər. Sən həm böyük şirkətlə çalışa bilərsən, həm balaca şirkətlə də çalışa bilərsən. Fərdi bir coachla çalışa bilərsən və yaxud bir ekstra böyük bir gigant mütəxəssislə də çalışa bilərsən. Bacarığından, iddialı olmağından asılı olaraq büdcəvi böyüdürsən. Marketinq sahəsi öyrənsinlər. Hər bir şirkətə, hər bir personaya marketoloq lazımdır. Öyrənsinlər. Yəni kurslardır, bu dəqiqə əl çatandır, ChatGPT var, YouTube var. Bəli. Tək ki istəyəsən. Yəni bu sahələr hələ ki işləkdir. Hələ ki bu sahələrdə süni zəka tam olaraq bizi əvəz edə bilmir. Amma dizayn mövzusunda görürsüz, mən bu mövzunu örtdüm. Çünki bu dəqiqə mənim həmçinin kursum update olunur. Mən həm dizayn biliklərini, həm süni zəka biliklərini birləşdirəcəm və İnşallah. xanımlarıma daha güclü və daha aktual biliklər verməyə çalışacağam ki, onlar qazana bilsinlər. Bəli, uzun müddətli, o türklər deyir, uzun vadeli bir qazanc Olsun, olmalı. olsun, Əgər onlar da olsun. siz əslində həm öz brendinizin, həm də qadınların inkişafını düşünərəkdən bu addımı atmısınız. Avtomatik olaraq, çünki o tərəfdə mən idi, bu tərəfdə mən idi. Bəli, bəli. Ona görə belə dayanmışam. Hələ ki fəlsəfəm budur. Çox ağır gəlir mənə hər hansı bir məhsulu insana satmaq. Əgər əminəm ki, o xeyrini tapmayacaq, insanlıq cəhətdən biraz çox əziyyət çəkirəm. Bizdə də həmçinin elədir. Yəni elə də belə də qazanacağam, əsas şəffaf olsun və dürüstlük olsun. Bəli, dəfələrlə olub ki, xanımlar gəlir, konsultasiya olurlar və ona həqiqətən onun prosedura ehtiyacı olmur. Və problem psixoloji və yaxud da bilmirəm, daxilindəki olan hər hansısa bir həkimə getməli olduğu bir problem olur və biz onu dəfələrlə göndərmişik. Rəhbərimiz Nigar xanım da o da təsdiqləyər. Özü belə konsultasiyalarda iştirak eləyəndə bəzən deyir ki, o xanım bizlik deyil. Yəni pula görə bəzən hər şeyi gözü yumub getmək düzgün deyil. Çünki o uzun müddət davam eləmir. Bilirəm. Və biz də qadınıq. İstəyirik ki, harasa gedəndə bizə də o münasibət göstərilsin həqiqətən. Mən də istəyərdim. Bəli. Ona görə
O rəftarı gözləməkdənsə hələ ki özüm o rəftarı Özümüz göstərərəm. etməliyik, bəli. Qoy məndən başlasın. Fəlsəfəm budur. Yəni dünyanı gözəlləşdirmək istəyirsənsə, dövlətdən nəsə gözləyirsənsə, ailəndən nəsə gözləyirsənsə, özün də bir faydalı cəmiyyət üçün hissəcik olmalısan. Ona görə əgər mən nəyisə dəyişmək istəyirəmsə, mən mikrofonu götürürəm, səhnəyə çıxıram və oradan fikirlərimi söyləyirəm, elə təsir eləyirəm. Təsir eləyə bilməyəcəmsə, nəyisə dəyişə bilməyəcəmsə, sadəcə susuram və deyirəm ki, hələ ki zamanı deyil. Yəni ki, nəyisə dəyişmək istəyirsəm, özümüzdən, ilk öncə özümüzdən. Çox gözəl düşüncədir. Təlimlərinizdə iştirak edən xanımların gördüyünüz ən böyük ortaq problemi nədir? Sevas. Ortaq problem. Necə sizə deyim, çox vaxt rusca avtomatik cavab vermək istəyirəm. Budur mənim ən böyük çətinliyim və yaxud da ingiliscə. Onlar görünən olmaqdan qorxurlar. Ən populyar problem odur ki, görünməkdən. Adicə baxın, hardasa mən gəlirəm, başlayıram danışmağa, görürəm ki, qəfil insanlar reaksiyası olur ki, o kimsə orada danışır. Adicə cəmiyyətimizdə səsini çıxartmağa belə qorxan insanlar var, bildiniz? Mən bunu istəmirəm, bunu mənə verməyin. O söz bəziləri üçün sizcə qorxulu gəlir. Yəni məsəl üçün restoranda sənə səhv yeməyi gətirdilər və yaxud soyuqdur və yaxud vəbşə ümumiyyətlə sən istədiyin bir şey deyil. Çox insan nə edəcək? Əşi sən Allah elə. Bəli. Ya da ki kimsə çox aqressiv formada bunu edəcək, balansı itirmiş olacaq. Mən onu mədəniyyətsizlik kimi, o davranışı mədəniyyətsizlik kimi qəbul edirəm. Amma səslənən olan və fikrini açıq formada, şəffaf formada ailəsinə belə səsləndirən xanımlarımız çox azdır. Məsəl üçün, salam əzizim, mən bunu eləmək istəyirəm. Bu cümlə xanımlarımız üçün o qədər qorxulu səslənir ki, yox, qəbul eləməz, yox, istəməz, yox, qoymaz. Ən populyar söz yox, qoymaz. Yəni biz gözümüzdə bəzi insanları, ailə üzvlərimizi belə çox böyütmüşük. Yaxşı mənada demirəm, böyütmüşük, qorxulu etmişik. Bu sənin atandır, yəni misal üçün, bu sənin anandır, yaxud bacındır. Nəticədə yenə də dirəşsən, sən alındıracaqsan. Tarix göstərib ki, tarixdə o qədər xanımlar oldu ki, dedilər bu sözü. Bu feministliyə aparmıram bu mövzunu, əsla. Həmişə bu balansı qoruyuram ki, nə o yanlıq olum, nə bu yanlıq. Amma olub da bu xanımlar. Canların bahasına o sözün deyib gediblər, düz deyilmi? Düzdür. Demirəm canından keç, demirəm hüzurundan keç, dağıt nəysə. Amma o cəsarət, bax, odur açarı, cəsarətin və səsindən, daxilindəki o gələn, necə sizə deyim, enerjidən, stimuldan qorxmamaq. Necə sizə izah edeyim? Bu dəqiqə mənim üçün yeganə valyuta və yeganə görünən tərəf xanımın görünməsidir. Yəni yoxdursa deməli yoxdur. Fikir vermisiniz? Fərqli sahələr var və mənə müraciət edirlər xanımlar, görürəm ki, ekstra savadı var, 2-3 dənə diplomu var falan filan, heç kim onu tanımır. Amma ondan savadsız, ondan biliyi az olan xanım ortalıqdadır, yaxşı mənada ortalıqdadır. Səsi gəlir, çıxış edir, ordadır, buradadır, bu layihədə iştirak edir, o layihədə iştirak edir, görünür, səslənir, tanınır. Və nəticədə kim daha çox qazanır? Sən 10 dənə diplomun olsa belə, bu dəqiqə görünən tərəf qazanacaq. Düzdür, doğrudur. Təəssüf ki, və yaxud yeni zamanənin artıq yəni yolu budur. Mənə görə başqa hələ ki düstur tapmamışam. Özümüz ətrafımızda bu dəqiqə mən 5 dənə ad çəkəcəm sahə. Siz mənə yalnız populyarların adlarını çəkəcəksiniz. Çox vaxt elə olur. Bəli, sonra siz deyirsən, yox, ondan da savadlısı var, ondan da yaxşısı var. Ondan savadlı da olacaq, ondan bacarıqlı da olacaq. Həmişə görünən və səsi gələn öndə olacaq. Yəni belədir. Sözsüz ki. Belədir. Mən özüm də bu sahədə deməyim, amma öz şəxsi necə mübarizəmi deyim. Mən hicaba keçməyə istəyəndə mənim mamam heç vaxt uşaqlıqdan mənə icazə verməyib. Mən balaca vaxtla hicab taxmaq istəyirəm, amma heç vaxt qoymayıb. Keçəndən sonra belə heç qəbul eləmədi, heç eləyə bilmədi. Mən düzdür, anaya, ataya qarşı dava qaldırmaq və yaxud da hörmətsizlik eləmək mənim üçün, atam düzdür, çox qarışmadı. Mənim üçün çox böyük bir tərbiyəsizlik hesab olunur. Yəni bu sözü açıq deyə bilərəm ki, anaya, ataya qarşı sən düz olsan belə, halbuki mənə görə düzəm. Düz olsan belə onlara cavab qaytarmaq və onlara nəyisə acı formada bildirmək tərbiyəsizlikdir. Strateji davranmaq lazımdır. Bəli, mən sadəcə susdum. Strateji. Sadəcə susdum və mənim belə daha gözəl olduğumu, belə daha xoşbəxt olduğumu və belə mənəvi daha rahat olduğumu, onlara onu göstərdim. Sadəcə. Mama məndən danışmadı bir neçə ay. Məndən küskün oldu, amma sonda qəbul elədi və artıq o belə, məsələn biz rayona getmişdik,
mən başıma belə prosta şal qoyub həyətə, məhəlləyə çıxmışım da öz həyətimizə. Oradan mama belə yaxşı bağlamamısan. Ya. Dedim sən gör nəyə diqqət edirsən. Qəbulandı. Başın elə bil yaxşı burandan tük çıxır. Deyirəm mən heç kim yoxdur, prosta atmışam şalı. Yox, yox ki, istəyirsən bağla, düzəlt başa. Ya, o bu deməkdir ki, hə, o bildi ki, Fərdə budur. Yəni niyə? Çünki dediniz, etdiniz, düz deyilmi? Dedim, etdim və mənə daha yaxşı olduğunu göstərdim. Mən onu incitmədən göstərdim ki, o sənin başın və bədənin deyil. Yəni ən populyar кейsdir ki, bu konsultasiyalarda adətən xanımlar gələndə deyirəm, çox xahiş eləyirəm sizdən, çox xahiş edirəm dönə-dönə. Konsultasiyadan sonra axşam gəlib yoldaşınızın yaxasından yapışmayın ki, "Vso, mən bir də sənin sözünə qulaq asmayacağam. Mən sabahdan çıxıb gedirəm, mənə evdə də gözləmə." Başa düşdü 8. Yox, əsla, əsla. Biraz yavaş-yavaş, biraz strateji, qarşındakı insanı da bir dəfə çox ağır sual verdi bir xanım mənə, çox ağır keys idi və çox işləmək mənə ona ağır gəldi. Xanım mənə dedi ki, məndə çox ağır vəziyyətdə ailədə. Heç kim heç nə icazə vermir, çox ağır bullying var filan var, şiddətə qədər çatmışdı. Üzüldüm. Bəli, və xanım mənə dedi ki, bəs mən necə edəcəm? Dedim, ağılla edəcəksən. Nə davanla, nə qırğınla. Lazım gələrsə gizlin. Onsuz da gizli iş görmürük, belə pis çıxmasın. Dərs oxuyur, kurs keçir. Bunun ayıbı yoxdur. Amma əgər onun yaşadığı cəmiyyətdə, ailənin daxilində bu ayıb sayılırsa, icazə verilmirsə, o xanım dava qırğın salmaqdansa, strategiyasını itirməkdənsə daha təmkinli, sakit davranıb yavaş-yavaş o necə deyim, o türmədən tunel qazıb qaçan adam kimi olmalıdır. Qaçmaq olmasın nəticədə. Özünü tapmaq olsun Özünə nəticədə. qaçmaq deyil. Özünə qaçmaq olsun. Əsla mən demirəm ailədən kimsə qaçsın. Çünki nə qədər keyslər olub ki, yoldaş da düzəlib. Misal üçün o da böyüyüb xanımına. Görür də, əslində onlara Görür. göstərmək lazımdır. Göstərmək Yenə də deyirəm, lazımdır. başa salmaq və Bəli, göstərmək. bəli. Kişilər biraz daha düz məntiqli olan insanlardılar. 100%. Qadınlara nisbətən qadınlar daha belə şaxəli düşünə bilir. Çox emosionallıq. Çox emosionallıq, bəli. O bizim bilmirəm, minus deyim, plus deyim amma Nədirsə yaxşı bir şey deyil, amma eyb yoxdur, budur. mentor olaraq siz bir insanın, bir tələbəvizin dəyişdiyini necə anlayırsınız? Hərəkətlərindən o heç klassikadır. Baxın, konsultasiya keçən və ümumiyyətlə təlimlərimi keçən insanlar iki qrupa bölünürlər. Bu qruplar hansılardır? Bir xanımlar overthinking, o populyar söz var. Konsultasiyanı keçdi, hə Sevda xanım, mən düşünəcəm deyib itirlər. Vicdanım qoymur, yazıram. Salam, necəsiniz? Necə getdi? Necə alındı? Və yaxud da ümumiyyətlə enerjimiz tutmur. Yəni nəticədə sadəcə ayrılmış oluruq. Başa düşürəm ki, lazım olacaqsa yazacaq. Mən də əlbəttə ki, sevə-sevə cavab verəcəm. Amma bu iki qrup var ki, misal üçün dünən saat 4-dür. Bir gün bundan qabaq konsultasiyaya keçən xanım saat 4-dür mənə yazır. Seva xanım, araşdırdım. Bunu etmək olar, buradan da bunu etmək olar. Bağışlayın, bu vaxt yazıram. Sadəcə dayana bilmirəm, Dəhşət, enerji gəlib içimə. Bu mənim üçün bir mentor kimi ən gözəl geri dönüşdür. 4-də olsun eyb yox. Osta yatmırdım, sadəcə uşaq qucağımda idi. Amma bu mənim üçün ən gözəl komplimentdir ki, sən insana təsir eləmirsən və bu bir gün davam eləmir, gedir hələ ki. Və yaxud təzəlicə 8 ay keçib və yaxud 6 ay keçib konsultasiyamızdan xanım yazır ki, çox gəncdir. Yazır Seva xanım, qulaq asdım, dinlədim sizi. Özü də əlbəttə ki, bacarıqlıdır. Mənim rolum orada cüzi olsun. Yazdı ki, bəs şirkətimi qurdum. İndi artıq öz şirkətim var Seva xanım, sizi dəvət edirəm. Valla çox xanım var. Yəni bəziləri rebranding elədilər, bəziləri yenidən şirkətlərini qurdular, bəziləri sıfırladılar, özlərini yenidən başladılar. Pis keyslərim də var. Yaxşı mən də pis deyirəm ki, harda xanımı qoydumsa, harda görüşdüysə orada da qaldı. Ola bilər mən pis mentoram. Ola bilər də insan dəyişim üçün gəlməmişdi. Bildiniz necə? Yaxşı nəticələrin çoxluğu məni rahat edir. Mən ki, kimsə nəyisə istəsə eləyir. Çoxluq məni rahat edir. Vicdanımı rahat edir ki, çoxluq yaxşıdırsa, feedbacklar yaxşıdırsa, deməli mən də böyüyürəm, mən də inkişaf eləmək üçün əsasım var. Necə deyim, bunu əsassız eləmirəm. Savadımdır, elmdir falan. Daima sərmayə etdiyim keyslərdir. Amma sən insanı necə deyim, dərisindən çıxarıb yeni bir dəri verə bilmərsən. Maksimum təsir eləyə bilərsən ki, bax yaxşı olardı. Amma olur ki, heç bir şey təsir eləyə bilmirəm. Yəni xanım bax gəldi, görüşdük. Orada qaldı. Mən qabağa gedirəm özüm üçün yavaş-yavaş, amma orada da qaldı və çox pis oluram o xanımlar üçün.
İnşallah onlar da bir gün öz yolunu taparlar həqiqətən. 100%. 100%. Onların sizə bir addım atmağı da demək olar ki, başlayıblar. Yəqin ki, hardasa nəsə Bəli. onlar üçün həyat nəsə gətirəcək. Həmişə deyirəm ki, sənin bu gün gəlməyin, bax, kimsə şopinqdadır, kimsə gəzir, kimsə ailəvi yığıncaqdadır, sən isə bu dəqiqə mentorla təlim keçirsən. Bil ki, sən özəlsən, bil ki, sən sərmayə edirsən. Sən artıq düz yoldasan. Bir dənə sadəcə ardını gətirə bilsən. Bir də ardını gətirə bilsən, hər şey yaxşı olacaq. O ardı ən çətin кейsdir. Uğurlar arzu edirəm. Mən də. Öpürəm buradan xanımlarımı. Seva, sizi şəxsi həyatınızda həmişə nizamlı, stabilliyi qoruyan bir xanım kimi görürük. Heç olubmu ki, stabilliyi qoruya bilməmisiniz, amma Instagramda bunu necə deyim, göstərməmisiniz. Yəni olub ki, Instagram xətrinə və yaxud da o paylaşımlara görə ki, siz fərqli bir Seva göstərmisiniz. Deyəcəm. Qızlarımla çox şəffafam, izləyicilərimlə və yenə də deyirəm ki, məni fərqli xanımları izləyir və burdan hamısına səsləndirəm açıq-aydın ki, həmişə niyyətim olub ki, səmimi olum onlarla. Heç bir kişi yəqin ki, belə xoşbəxtcəsinə kontent yaratmır xanımla. Hər şey məcburiyyətdir. Gördüklərinə inanmasınlar. Yəni o qədər ay Allah, vəsə bunlar belə romantikdilər. Hər ailədə pis tərəf də var. Kim o pis tərəfi sosiumda paylaşacaq? Yəni bəlkə də kimsə paylaşır qalmaqal üçün. Amma çox nadir hallarda görərsiniz ki, kimsə davasını, indi bu dəqiqə populyardır boşanmanı reklam etmək, ayrılmanı bu dəqiqə belə fəxrlə gətirmək. Təəssüf ki, mən elə şeylərdən həm qorxuram, həm xoş gəlmir mənə. Mən hansısa belə necə istədiyim öz uşaqlar da varsa, mən elə şeylərə yaxşı baxmıram. Yəni məcburiyyətdirsə okey, əlbəttə ki, amma istəməzdim, heç istəməzdim ki, ailələr dağılsın, amma artıq sosium bunu deyir ki, alınmır çox xanımlarda. Başa düşürəm və dəstəkləyirəm onları. Öz кейsimdə bir kəlmə deyə bilərəm ki, mən İspan, İtalyan qadınların temperamentində bir qadınam. Davakar, səs-küylü, biraz belə. Yoldaşım isə sakit insandır, təmkinli, analitik beynə malik bir insandır və o sudursa mən odam. Həmişə odumu alacaq, sakitləşdirəcək bir insan olub. Bir növ şəxsi psixoloqumdur birbaşa və onun əməyini heç vaxt itirmərəm. Gəl ki, o stabillik, o huzur bizdə də yoxdur. Dava, dalaş, qırğın hamımızda var. Bəli, təbii ki. Saxlayan nədir? Uzun danışıqlar. Səmimiyyət və çox açıq danışmaq. Mənim telefonumda papka var, bunu mənə al. Ad günün papkası, bunu mənə hədiyyə eləyərsən, sürprizlər papkası var. Açmışam və onu daxil eləmişəm papkaya ki, bil bunları istəyirəm. Şəffaf, rahat. Çünki mən oturub küsməkdənsə, özümü yormaqdansa, bir əbədi gözləməkdənsə, strateji düşünüb açıq, aydın dostuma, ən yaxın dostuma, ən yaxın partnyoruma açıq demək istəyirəm ki, mən bunları istəyərdim. Həll eləyəcək onda. Amma çox xanımların problemi odur ki, sosiumda görürlər hər şeyi. Sonra gedib prosta küsülü oturub sifətinə baxırlar. O heç vaxt başa düşməyəcək sən nə istəyirsən. Doğru. Yox, bilməyəcək. Uyğunlaşdırmayacaq. Ağlına da gələ bilməz ki, sən bu dəqiqə ləkəklər, cücülər qorda nəsə istəyirsən. Açıq olmalısan, şəffaf olmalısan və sosial media unutmayaq ki, sadəcə sosial mediadır. Bu kontentdir. İnanın ki, bax bu dəqiqə sizə açıq statistikanı göstərərəm ki, yoldaşımla dünən sadəcə rəqsimizi paylaşmışam. Çünki dəyərli qohumum çəkib o videonu. O qədər əməyinə, gizlin bizi çəkdi və o qədər mənə şirin gəldi onun jesti. Onun jestına dəstək olaraq paylaşdım o videonu və inanmarsınız bu dəqiqə mənim direktimdə nə baş verir. Xoş sözlər, repostlar, yəni repostları bilmirəm kim eləyir. Amma xoş sözlər yazan xanımlarım nə qədərdir. Sonra da içimdə biraz qəribə hiss yaranır ki, birdən kimsə bu dəqiqə acı çəkirsə, ailəsində problem varsa, mənim bu videom ona necə təsir eləyəcək? Başa düşdünüz necə? Çünki fikirləşəcək ki, ay görsən necə idealdır. İdeal falan deyil. O məqam idealı idi. Bəli, məqam. O məqam yaxşı idi. Bəlkə maşına minəndə dava eləyəcəksən. Bəlkə evə gəlib boşanacaqsan. O məqam gözəl idi. Və o gözəl məqamları insanlar bölüşür. Bunu bilərək yaşamaq daha rahat gəlir. Mənə şəxsən belədir. Son sualınızı vermək istəyirəm sizə. Lagris deyir ki, hər bir xanım bir ilandır. Düz deyir. Siz nə düşünürsünüz? Düz deyir. Yəni niyə düz deməsin ki, ilandır da? İlan çox gözəl heyvandır mənə görə. Məncə də. Çox gözəl. Əsasən də bilirsiniz hansılar, rəngini dəyişənlər, perlamutr falan. Bəli. İlandır qadın, düzdür. İlandır. Zəhəri arada dərmandır. Çox vaxt dərmandır həmçinin. Zəhərli görünsə belə, amma görün ki, bəzi insanlar belə yumşaqcasına ilanı əlində oynadır. O da qəşəng sarılır boynuna. Məncə nəzakətindən, davranışından
zaman sənin ötürdüyün enerjidən ilanın da davranışı dəyişər. Bəli. Bəli. Zərafətin simvoludur. Bəli, bəli. Laqris podkastı izlədiniz. Növbəti qonağımızla yenidən görüşmək ümidi ilə.